Yeni Yasamalda 19 mərtəbəli binanın 12-ci mərtəbəsində 50 kvadrat ölçülü, qanuni bir otaqlı, təmirli, Qubçalı bir mənzili sizlərə təqdim edəcəm. Mənzil Yeni Yasamalda Bravo Marketin qarşısında Şərur İnşaatın binasında yerləşir. Qanuni bir otaqda pridelka işləri görülməyib. Burada mənzilin giriş qapısıdır. Giriş qapıdan mənzilə daxil olub belə bir koridor hissə bizi qarşılayır. Qazı suyu işığı daimidir. Sənəd Qubça istilik sistemi kombidir. Alıb rahatlıqla icarəyə də verə bilərsiniz. Nəsə işığı belə yanır. Belə bir hamam tualet hissə, duş kabin hissəsi də var. Kifayət qədər genişdir. Mənzilə istəsəniz studiya şəklində 2 otağa da düzəldə bilirsiniz. Burada mətbəx hissəsidir. Belə bir geniş mətbəx hissəsi var. Həm mətbəxdən, həm də zaldan eyvana çıxış var. Mənzil həyət istiqamətinə baxır. Gün düşən mənzildir. Baxın. Düz Bravo Marketin qarşısında Şərur 1-dədir. Geniş bir eyvan hissəsi var. Burada kombi hissəsi yerləşir. Nəsə aça bilmədim. Amma kombi burada yerləşir. Qaz sayğacı kombisi də burada yerləşir. Bax. Kondisioner də mövcuddur. Bu şekilde. ...19 mərtəbəli binanın 12-ci mərtəbəsi 50 kvadrat qanuni bir otaq, Qubçalı mənzil, yığılmış mətbəx mebelində görürsünüz. Bu şekilde havalandırması da var. İstilik kombiləri qeyd etdiyimiz kimi batareyalar mövcuddur. Burada isə qonaq otağı zalı yerləşir. Baxın bu şəkildədir. Mənzilin mətbəxini bu hissəyə gətirə bilirsiniz. Baxın bu hissəyə mətbəx hissə studiya şəklində istəsəz ara kəsmə ilə də bağlaya bilirsiniz. Hamam orada olduğu üçün şaxta mövcuddur. Mətbəx hissəni bura gətirib studiya şəklində qonaq otağı düzəldib və yaxud da ki eyvanı qatıb eyvan hissəyə çıxardıb oradan mətbəx çıxardıb mətbəx hissəni yataq otağı edə bilərsiniz. Döşəmə parketdir. Kondisioneri, pərdəsi, çıl-çırağı var. Alıb rahatlıqla 500 manat civarında əşya yerləşdirib 500 manat civarında kirayə də verə bilərsiniz. Qiymət 126.000 manatdır. Real alıcıya endirim gözlənilir. Mənzilimiz Yeni Yasamalda Bravo Marketin qarşısında İnşaatçılar metrosunun 2 dayanacaq məsafədə 19 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Qanuni bir otaq 50 kvadrat ölçülü Qubçalı mənzil. Ümumi müqavilədə 50 kvadratdır. Qubçada səhv eləmirəmsə 44 ya da 42 kvadrat qeyd olmalıdır. Qeydiyyatda da heç kim yoxdur. Birbaşa notarial qaydada aldı-satqı edə bilirsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.